Ramazan və Novruz süfrələrinizi bəzəyəcək ideal reseptlə gəldim. Porsiyonluq kirkəli plov hazırlayaq. Soğanı kub-kub doğrayıb kərə yağında qızardaq. Bu plova xüsusi dadı Bağdanın həm rəngi, həm də dadı ilə seçilən tomat pastası verir. Bir xörək qaşığı əlavə edib soğanla birlikdə qızardaq. Üzərinə öncədən islatdığımız düyünü əlavə edib az daha qızardaq. Sonda bişmiş maş lobya, plovun suyunu və duz əlavə edib qapaq altında dəmə düşənədək bişirək. Kirkənin baş hissəsini dartdıqda həm iç halatı, həm də ortasındakı sümüyə asanlıqla çıxır. Təmizləyib üz hissəsini qarğıdalı unla buluyub, yağlanmış saxsı qabın altına düzək. Unlanmış tərəf altda qalmalıdır. Daha sonra kənarlarına da düzüb içərisini plovla dolduraq. Gördüyünüz qayda ilə üzərini örtüb, bir parça da kərə yağı əlavə edib sobada qızaranadək bişirək. Bu plovun yanına ən çox Bağdanın marine olunmuş pomidoru yaraşır. Plovumuz da hazırdır. Tərs çevirib üzərinə zövqlə görə bəzəyib süfrəyə təqdim edək. Görünüş və dadı bir-birini o qədər tamamlayır ki.